Hayatta tek kaçabilməyəcəyimiz şey ölümdür. Və mütləq bir gün hər kəsi tapacaq. Hər kəsə yaxınlaşacaq, hər kəsin ruhunu bədəndən ayıracaq. Onun üçün də o günü hər kəs yaşayacağı üçün də mütləq şəkildə bizə lazımdır ki, onun idrakında olaq ki, bizim içində haçansa ölüm var. Çox gözümüz kimi baxdığımız maşını bu tərəfdə qoyub gedəcəyik. Üstümüzdə canımız kimi sevdiyimiz köynəyi bu günlər olsun dartıb cırıb çıxartacaqlar. Yəni, dəyər verməyin demirəm. Dəyər verilməlidir, əlbəttə ki. Amma və lakin ölümün də fərqində olmaq lazımdır. Mütləq şəkildə köçüb gedəcəyik bu dünyadan, heç yada salan olmayacaq. Bir dəfə 40-ında gələcəklər, bir dəfə illiyində gələcəklər qəbirə. Vəssalam, yaddan çıxdın, getdi. Sən də yaddan çıxdın, mən də yaddan çıxdım. Bunun fərqinə varmalıyıq ki, bir gün unudulacaq. Unudulmayan kim var? Sən Ömər Xəyyamsan, Muhittin İbn Arabisən. Deyilsən. Onun üçün də yəni ölümün fərqində olmaq lazımdır. Ona görə şərəflə, ləyaqətlə yaşamaq lazımdır. Başqa qeyri qalan hər şey boşdur.